Sonra namazdan sonra nədir? Namazdan sonra dərhal telefonla aç. Görüm kim yazdı. Buradayam, hə, falan yerdə görüşdük, nə o bu. Onun söz əməli baş səslə. Bəzən adam utanır, subhanallah, yanındakı o insanlara bu cünə qayıdıb demək ki, qardaş, bura məsciddir də. Adam özündən utanır, subhanallah. Yəni bir mənada fikirləşsən ki, nə cür deyim bunu? Nə cür deyim ki, küsməsin məndən, inciməsin məndən. Ona görə barakallahu fikum məscid ədəblərinə fikir vermək lazım. Məscid ədəblərinə son dərəcə kimi fikir vermək lazım. Namazı qıldıq, qurtardıq, elhamdülillah, imamla. Qılan kimi namazı, yəni sağa sola baxma, qardaş, otur zikirlərini elə. Əksəriyyətimiz qalxır, ayağı üstə deyəm zikirləri, maraqlıdır. Oturub zikirləri eləmək lazımdır, axıra kimi. Zikirləri deyilən kimi çıxmaq. Bir dəfə, iki dəfə biz özümüzü bu cürə öyrəşdirsək, vallahi ki, bunun üçün dua eləmək lazım. Allaha ki, Allahım, sən mənə bu əməlləri öyrətdir, öyrət. Bir, iki, üç dəfə bu cürə eləsə öyrənəcəyik. Hətta kimsə yaxınlaşanda demək ki, gözəl şəkil, qardaş, üzr istəyirəm, bura məsciddə, saat sözdə danışarım. Bir, iki, üç dəfə bu cürə olanda, hamı bu cürə eləsə nədir? İşlər düzələcək. Bir də məsciddən çıxanda, bu da müşahidə olunan məsələlərdəndir. Bəzən olur ki, bizlərdən birimiz üzrünüzdən araq, əzəlləkumullah, ayaqqabılarımızı belə yuxarıdan tuluyuruq, 1 metrdən. Ayaqqabını götürüb yuxarıdan tulamaq olmaz. Biz məsciddən çıxıyamıza qardaşlar var. Aşağı əyilib qoymaq lazımdır, orada giymək lazımdır. Vallahi ki, bu şeylərə fikir vermək lazımdır.